Walmart marketlər şəbəkəsinin qarşısındayam. Qeyd eləmək istəyirəm ki, Walmarta giriş ümumiyyətlə qadağan edilib və heç bir alıcının da içəri girişinə icazə verilmir. Hal-hazırda Walmartda müxtəlif əməkdaşlar görünür. Orada polis əməkdaşları var. İçəridə yoxlamanın aparıldığı deyilir. Məhsullar olduğu kimi qalıb. Kassa aparatları açıqdır. Amma içəri giriş qadağandır. Hətta mən sizə dayanacağı da göstərirəm. Bax burada bu dayanacaqda gördüyünüz kimi ümumiyyətlə avtomobil yoxdur. Avtomobillərin girişi belə qadağan edilib. Bir neçə alıcı istədi ki, daxil olsun, amma Walmarta icazə vermədilər. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm ki, Walmartın Adnan Əhmədzadənin adı ilə bağlı olduğu bildirilir. Rahat marketlər şəbəkəsi olduğu kimi. Və bir faktı da qeyd eləmək istəyirəm ki, mən zamanında Baku TV-də çalışanda xəbərsiz idim. Burayla bağlı bir tənqidi reportaj paylaşmışdım, amma mənə zəng elədilər rəhbərlikdən, dedilər ki, bura bizimdir və həmin reportajı bağlatdırmışlar. Yəni bu da onun göstəricisidir ki, Walmart həqiqətən də Adnan Əhmədzadənin adı ilə bağlıdır və burada yoxlamanın aparılması və girişin qadağan edilməsi ilə bağlı deyilən məsələlər öz təsdiqini tapır.